Şairə Nazilə Səfərli gəlinin Nuranənin ünvanına təriflər yağdırıb. O bu barədə qonaqcanlı verilişində danışıb. Şairə aralarında qaynana gəlin münasibəti olmadığını bildirib. Başdan bəri gəlinimlə qaynana münasibəti qurmamışam. Onunla insan olaraq davranıram. O da mənimlə insan kimi davranır. Fövqəladə mədəni qızdır. Bu günə qədər mənə siz deyə müraciət edir. Yerini biləndir, çox gözəl davranışları var. O qıza çox gözəl tərbiyə veriblər. Gəlinimin tərbiyəli evdən çıxdığına 100% zəmanət verirəm. Qeyd edək ki, Nuranə şairənin oğlu Nurlanın həyat yoldaşıdır. Cütlüyün Ayaz adlı bir oğlu var.